Salam. Keçən il 9-cu sinifin buraxılış imtahanına belə bir sual düşmüşdü. Onun izahına baxaq. Cümlələrdən birində şəxs əvəzliyi yer zərfliyi vəzifəsindədir. Bu məsələdə hamımızda günah var. A variantında ümumiyyətlə şəxs əvəzliyi yoxdur. A-nı çıxırıq. Haradan gəlirsiniz? Burada da şəxs əvəzliyi yoxdur. Haradan sual əvəzliyidir və yer zərfliyi mövqeyindədir. B-də çıxır. O Bəriyə gəldi. Nə etdi? Gəldi. Kim o? Haraya? Bəriyə. Burada o şəxs əvəzliyi mübtəda vəzifəsindədir. Zərfli isə bəriyə, yer zərfi ilə ifadə olunub. D variantı. Uşaqlar bizdən çəkinirlər. Nə edirlər? Çəkinirlər. Kimdən? Bizdən. Burada şəxs əvəzliyi tamamlıq mövqeyindədir. Kim? Uşaqlar. D variantı çıxır. Anam sizdən gəlirdi. Gəlirdi. Haradan? Sizdən. Burada şəxs əvəzliyi sizdən, yer zərfliyi mövqeyindədir. Cavab olur E variantı.